Xoş gördük sizi, dəyərli izləyicilər. Binə qəsəbəsində bu Məscid küçəsi ilə Bülbülün arasında belə bir həyətə gəlmişəm. Belə bağ həyətdir, ağacdır, belə kulturlu, səliqəli, imenli, belə güllər. İmenli bu rəngdə, bu fasonda güllər heç bir yerdə olmayan bir həyətə gəlmişəm. 14 sotda Paşlı binənin bəzi kəndlərində olan o villalar deyirlər. Ondan üstün səviyyədə bir həyətdir. Plusdakı bir evdir. Monolitdir. Baxır, bax. Həyətyanın sahəsini bu video biraz uzun çəkəcək. Gəl bütün həyətyanın sahəsini gəzək. Bağı, bağçası, incir ağacı, üzüm ağacı, nar ağacı, gilas ağacı. Hala burada gilaslar tam yetişməyib. Həyatın 20 metrlik kalvarı. Kalvarın üstünə dilimlərdir maşınılıb. Burada bu yaşlı fason şaftəllər var, yaxın şaftələr. Ümmet kimi var. Ya bu ağacın altından keçək, həyatın o qız tərəfindən var. Belə bir qaysı ağacı. Maşallah olsun. Bağ kimidir, bağ. Ərik ağacı gördüyünüz kimi, yetişib, tərtəmiz yetişməyib. Həyat bir sözlə, 14 sözdə olan bu həyatda adam yaşasa qocalmaz. Hamısı da meyvə verən ağaclardır. Evdə yüksək səviyyədə tikilir, yüksək səviyyədə. Alma ağacı. Bunlar göyçə ağaclarıdır. Göyçə alçasının indidən görünüşünə var. Yavaş-yavaş keçək evin özünü sizə təqdim eləməyə. Evin yerləşmə yeri çox prestijli bir su sevdiyi bir yerdədir. Su, 1-2-3 dənə burada artizan var, 2 ədəd, 3 ədəd bu arada. İçindən çıxan su, şirin su çıxmayacaq. Bütün ağacları qidalatması, o sudan istifadə edilir. Mangalın yeri, yay mətbəxi, yay mətbəxinin aristonu, qonaq gələndə oturma yeri. Sizə bir izah eləyəcəm. Qış yay bisetkası. Qış yay bisetkasıdır. İzolyasiyalı orada istedik. Bu stollar elə hamısı 15 kilo, həm də fıstıq ağacındandır. Hələ plus burada bir televizor da var. Burada bunları açıq bağlamaq üçün yer tam superdir. Yəni bir sözlə evdə də tam kötü yaşam edilir. Yəni bu evdən nə bir əşya götürülür, nə bir əşya aparılır. Heç biri tərpədilmir. Yəni baxın, belə çəkələr yəni bunu. Belə çək bir dənə bunu. Evin bir neçə dana, bir-iki dənə kondisioner böyük kvadratlıdır. Hamısı da, acısı da işləy vəziyyətdə kvadratlıdır. Kamera sistemi var. Təhlükəsizlik kamera sistemi o evin bütün tərəflərinə baxır. Elə bugünkü gün bir dənə bu 20 metrlik naves, 20 metrlik navesin qiyməti olan qədər. Üzümü yığmaq üçün və yarpaqların yığmaq üçün burada ayaq altında düzəldilir. Bunun bugünkü gün üstün bağladım. Buranı yüngül bir tehlükə kimi evdə istifadə eləmək olar. Şəkil alınır evə. Evin böyük hissəsi çöl üçün ayaq yoludur. Çölün sanitarıdır, üstündə ehtiyat sıçan edir. Bu hissədə yerləşir qasırğadır, qazanxanadır. Yəni evin kombi sistemi buradan idarə olunur. Isıtma, soyutma. Evin də orta hissəsi monolitdir. Mərtəbə arası. Mərtəbə arası.
monolitdən istifadə olunur. Kesit alan kimi bir xoldu, ayaqqabı çıxırmır. Bir də hamıda jirt qabuylar var, sulavı. Ondan istifadə olunur. Və daxil olan kimi birinci başlayaq otaqlarda. Hündürlüyü də yüksəkdir. Pollar da neçə iləndir? Belə bir beton üstəsən. O qədər möhkəmdir. Bir yataq otağı. İkinci bir yataq otağı. Ama Şirin Baba da var burada bak. Evdə də olan bütün əşyalar qalır. Nə götürüləcək, onu mən sizə götürəcəm. Qapıların aralarını, ortalarını göstərəcəm onları da, gəl. Sanitar sanız ya, jacuzzisinə şimdi var. Ortalar da 40 santdır. Qapılar da sizin bildiyiniz o 1000 manatlıq qapılardan deyil. Hələ 200 demirəm, ama 1000 manatlıq qapılardan deyil. Çox bahalı qapılardır. Diğer bir otağımız. 3 otaq buradadır. Bura evin garaj hissəsidir. İndi hal-hazırda bunu əldamı kimi istifadə edirlər. Yəni evin önündən açdın maşını, saldın qarajı. İstəmirsən həyətə salmaq, salıb burada qalsın. Burada hal-hazırda ayınlar zadları yığılıb. Onun üçün istifadə olunur. Kesil Allah, ikinci mərtəbə. Pilləkənlər bahalı fıstıq ağacından. Hamısı fıstıq ağacından yığılıb. İkinci mərtəbəyə daxil olan kimi. İkinci mərtəbə. İkinci mərtəbədə birinci girən kimi sağ tərəfə dönür qonaq otağı. Tam 7 otaqdır. İkinci mərtəbənin Balkonu. balkonu da var burada. Ha belə balkonu çək. Ramoy məhəlləyə baxan balkonu da var. Üstürü. Buradakı əşyalar çıxıcıdır, yəni buradakılar vacib getməli əşyalardır. Üstürdən var. Bir də gəl digər bir otağa. Bu otaqda da yerləşən, bu yataq komplekti, bir də şifaneri ilə. Bir də bunlar çıxacaq. Qalan evdə gördüyünüz bütün əşyalar evdə qalıcıdır. İndi də kesid alaq. Sanitarla sağımız elə. Bu bir. Bu da iki. Hamısı ad denilir. Sanitarla sağımız ad denilir. Və bura evin digər bir otağı. Yəni bu ərazilərdə, bu keyfiyyətdə, bu boyda, yəni qapını açmaq bir dənə adama güc tələb eləyir. Burada yuxarıdan mətbəx. Burada mətbəx hissəmiz. Bunlar hamısı taxta materiallardır. Həyətin görüntüsü evdən belə görünür. Bir dənə çək bunu baxsınlar. Bu keyfiyyətdə, bu boydana ev, sənəddə arxivli sənədi var, 14 sotda birləşir. Bu evimizin qiyməti bugünkü gün. Yorulduq ha. Bu qiymət 280 mindir bu boyda ev üçün, 14 sot torpaq üçün. Belə bağ-bağat adamın illərini aparır. Qiymət 280 mindir, reallığı olsa yerində yenə də danışmaq olar. Keyfiyyətli ev axtaranların nəzərinə. Sən gedin belə gözəl evlərə sahib olun. Bizi izlədiyiniz üçün təşəkkürlər.